Riskli senarilərdən biri Amerika xüsusi təyinatlı qüvvələrin İranın nüvə obyektlərində əməliyyat keçirmələrini nəzərdə tutur. Yayılan məlumatlara görə Amerika hərbiçiləri bir müddətdir ki, nüvə mərkəzlərinin və onlara bənzər obyektlərin məhv edilməsi ilə bağlı hazırlıqlar keçirirlər. İkinci istiqamət İranın bəzi məmurlarına və təhlükəsizlik qüvvələrinin komandirlərinə ünvanlı zərbələrin endirilməsidir. Middle East Eye yazır ki, onlar ilk növbədə İrandakı etirazların yatırılması zamanı insanlara atəş açmaq əmrini verən şəxslər olacaqlar. Yada salaq ki, kütləvi ixtişaş günlərində Donald Trump İran hakimiyyətinə bununla bağlı xəbərdarlıq etmişdi. Əsas versiyalardan birinə görə Trump İrana indirilən zərbələrdən sonra kütləvi aksiyaların yenidən baş qaldıracağına ümid edir. Amerikalı diplomatların və məmurların Reuters'ə dediyindən məlum olur ki, zərbələrin məqsədi ya rejimin dəyişdirilməsi, ya da heç olmasa maksimum zəiflədilməsi olmalıdır. Sonradan müharibənin başqa vasitələrlə davam etdirilməsi üçün. Əlbəttə ki, təməssüz zərbələr də olacaq. O cümlədən uranın zənginləşdirilməsi ilə bağlı obyektlərin balistik raketlərlə vurulması planlaşdırılır. Son həftələrdə ABŞ ordusu müxtəlif istiqamətlərdən raket və təyyarələrini Fars körfəzinin yaxınlığındakı bazalara toplayır. 35 ədəd F-15E Strike Eagles İordaniyaya gətirilib. Qətərdəki məşhur Əl-Üdeyd bazasının hərbi yük təyyarələrinin reyslərinin sayının artdığı müşahidə olunur. Hind-Okeanda yerləşən Diego Garcia adasındakı ABŞ bazasından havaya qalxan strateji bombardımançıların da İrana yaxın bazaların birində endiyi ehtimal olunur. ABŞ həmçinin regiondakı bazalarına TAAT raketlərini və Patriot antiraketlərini xeyli miqdarda dronlar gətirib. Yanvarın 13-də Norfolk bazasını tərk edən George Bush aviadaşıyıcı gəmisi isə bu həftədən mərkəzi komandanlığın yeni, yəni CENTCOM-un sərəncamına keçib.